Şəvval ayının axırı acılı əlamətdar günlərindən biri Əməvi ardıcıları və Məhəmməd ibn Əbdülvəhhabın davamçıları tərəfindən İslam tarixində önəmli tarixi məskənlərin, xüsusilə Bəqi məzarlığının yerlə bir edilməsidir. Kəhf surəsinin 21-ci ayəsində qeyd edilib. Beləcə, biz onların halından xəbər verdik ki, bilsinlər, Allahın vədi haqdır və saat barəsində heç bir şübhə yoxdur. Öz aralarında onların işi üstündə çəkişib mübahisə etdikləri zaman dedilər, onların üzərində bina tikin. Onların Rəbbi onlar haqqında daha çox bilir. Onların işi üzərində qalib gələnlər isə dedi, biz mütləq onların üzərində bir məscid tutacaq. Deməli, söhbət Əshab-ı Kəhf, yəni mağara yoldaşlarından gedir. Allah onların vasitəsilə möcüzə göstərdi. Daha sonra məsələ hamıya aydın olduqdan sonra çox keçmədən vəfat etdilər. Bu məsələdə iki dəstə bir-biri ilə mübahisə etdi. Müşrik olan dəstə dedi ki, əşi bir bina yaxud bir divar tikək və mağaranın ağzı bağlansın və salam şot tamam. Allah onların halını daha yaxşı bilir. Lakin iman əhli bu məsələdə üstün gəldilər və dedilər ki, biz mütləq onların üzərində bir məscid tikəcəyik. Niyə məbəd deyilmədi də məscid deyildi, hə? Məbəd ümumi məna daşıyır. Orada hər bir xurafat, bütpərəstlik hökm sürə bilər. Məscid isə tövhid nişanəsidir, Allaha məxsusdur və orada Allah zikr olunmalıdır. Əgər bu iş şirk olsaydı, o zaman şirkə qarşı olduqca həssas yanaşan Quranda bu iş qadağan edilməli idi. Uzun zaman müsəlmanlar da belə düşünüblər. Məsələn, siz bugün Səhabə məktəbinin ardıcıları olan Əhl-i Sünnə diyarlarına baxın. İslam tarixi ilə yaxından uzaqdan əlaqəsi olan hər bir tarixi abidə qorunur. Önəmli şəxslərin məqbərə və ziyarət kompleksləri mühafizə olunur. Amma Səudiyyədə tarixi abidə adlı bir şey qalmayıb, yerlə yeksan ediblər. Maraqlı odur ki, Həzrət Davudun qəbrinin Qüdsdə, həmçinin Həzrət İbrahim, Həzrət İshaq, Həzrət Yaqub və Həzrət Yusuf peyğəmbərlərin qəbirlərinin Xəlil şəhərində uca tikillərlə əhatə olunmuş olması məlumdur. Müsəlmanlar 2-ci xəlifə Ömər ibn Xəttabın rəhbərliyi ilə aparılan fəth zamanı bu məqbərələri və tikilləri dağıtmadılar. Bu fakt onu göstərir ki, qəbir üzərində tikili inşa etmək nə İslamdan əvvəl, nə də İslamın əvvəllərində yaşayan müsəlmanların baxışında qınanılan, məzəmmət edilən və bəyənilməyən bir iş sayılmırdı. Həzrət Məhəmməd Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm Fatimə bint Əsədi məscidin bir hissəsində dəfn etdi. Elə bir yer ki, İslam tarixində Fatimənin qəbrinin yeri kimi tanınıb. Habelə Kəbə evinin bir tərəfində yerləşən Hicri İsmaildə hansı şəxslərin məzarları var, özünüz oxuyub araşdıra bilərsiniz. Halbuki o yerdə həm müsəlmanlar Kəbəni təvaf edirlər, həm namaz qılıb, dua edirlər. Habelə Peyğəmbərimizin dövründə Hüdeybiyyə sülhü ilə eyni vaxtda qəbir üzərində ilk tikili və ya məscid Əbu Cəndəl yaxud Cündul tərəfindən sahabə Əbu Bəsirin qəbrinin üzərində inşa olundu. Və Rəsulullah sallallahu bu işdən xəbərdar olsa da buna mane olmadı. Həzrət Peyğəmbərimizin mübarək cəsədi öz evində dəfn olundu və o Həzrətin vəfatından sonra ilk illərdən etibarən bu evin binasının qorunması və bərpası müsəlmanların, habelə xəlifələrin diqqət və qayğı mərkəzində olub. İlk dəfə Ömər ibn Xəttab Həzrətin qəbrinin yanında bir divar tikdi və onu Ayşə xanımın yaşayış məkanından ayırdı. Vəlid ibn Əbdülməlik isə Həzrətin dəfn olunduğu yerin genişləndirilməsi məqsədi ilə onun evini dağıtdı. Tikilini yenidən qurarkən evin ətrafındakı sahəni də ona əlavə etdi və sonda Həzrətin hücrəsini mərmər daşlarla bəzədi. Mütəvəkkil və Müstəsimin dövrlərində də bu hücrə yenidən bərpa edildi. Daha sonra Misir əmiri Məlik Mənsur Əybək Salihi tərəfindən göndərilən tikinti materialları ilə Həzrət Peyğəmbərin məzarı təmir edildi, bəzədildi və ilk günbəz Qubbətuz Zərqa, yəni mavi günbəz adı ilə Həzrətin hücrəsi üzərində inşa edildi. Sonrakı illərdə isə Abbasilər və Osmanlı xəlifələri tərəfindən bu məkan yenidən təmir edildi və üzərində müxtəlif günbəzlər tikildi. Bütün bu dövrlər ərzində kimsə buna qarşı çıxmadı, şirk bilmədi, əksinə bu işi caiz hesab etdilər. Qəbir üzərində tikinti
inşasını haram sayan hökmün mənşəyi hicrətin 7-ci əsrində İbn Teymiyyə və onun şagirdi İbn Qayyim kimi şəxslərin nəzəriyyə və rəylərinə əsaslanır. Onların fetvasına əsasən qəbirlər üzərində inşa edilən türbə və tikililəri dağıtmaq vacibdir. Bu yanaşma əsasında ilk əməli addım hicrətin 1216-cı ilində, yəni 19-cu əsrin əvvəllərində İmam Hüseynin məqbərəsinin dağıdılması, daha sonra isə hicrətin 1221-ci ilində Bəqi qəbirstanlığında Əhl-i-Beyt imamlarının hərəmləri üzərindəki qübbə və günbəzlərin dağıdılması oldu. Bəli, bütün İslamın problemi məhz budur da. İmam Hüseynin qəbri, digər imamların məqbərələri, bəs Muaviyyə və Yezidin işini kim davam etdirməlidir? Dağıdılmış qübbələrin yenidən bərpasından sonra Məhəmməd ibn Əbdülvəhhabın davamçıları hicrətin 1344-cü ilində, yəni miladi təqvimlə 1926-cı ildə Hicaza yenidən nəzarəti ələ keçirdikdən sonra Bəqi qəbirstanlığında səhabələrin, imamların türbələrini dağıtmağa başladılar. Ciddi ultimatumlarla üz-üzə qalıb Peyğəmbərin məqbərəsini dağıtmaqdan qorxdular. Ümumiyyətlə, məşhur şəxslərin xatirəsini canlı tutan abidələr dünya xalqları arasında həmişə olub. Bu cür abidələr bu şəxsiyyətlərin varlığından, onların fəaliyyətindən və tarixindən xəbər verən tarixi bir sənətdir. Bu səbəbdən məzarları itib batmış peyğəmbərlərin və şəxsiyyətlərin tarixinə də şübhə ilə yanaşıblar və sual altına da salıblar, özünüz görürsünüz. Həm də bu da aydındır ki, bu cür abidələr tövhid məsələsi və ibadətin Allaha məxsus olması ilə heç bir ziddiyyət təşkil etmir.